İnnel hamdalillah ve salatu vesselamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. Əlfiyyə kitabının 39-cu beytindəyik. Deməli mövzu hərəkatun nun müsənnə və nun cəm müzəkkər salim. Yəni cəm müzəkkər salimin nunu və müsənnənin nununun hərəkələri. Və İbn Məlik rahmehullah buyurur: "Və nunə məcmu'in", yəni məcmu, yəni cəm müzəkkər salimi deyir. Yəni məcmunun nununu, bu nun məf'ulun bihidir, ona görə nasbdadır. Və mə bihi iltəhaq. Bu da mə burada mudafdır. Fəftəh. Yəni mulhaq, cəm müzəkkər salimin mulhaqlarının və cəm müzəkkər salimin özünün nununu fəthəli elə. Fəthəli elə. Və qallə mən bi kəsrihi nətaq. Bəziləri isə nadir hallarda kəsrəlidir. Nə deməkdir o? Yəni muslimunə, işrunə. Yəni nun fəthəlidir. Bəziləri muslimuni, işruni kimi deyən olub. Bu da deyir qallə. Nadir. Nətaq yəni tələffüz zamanı. Sonra və nun mə thunniyə və mulhaq bih bi əksi zəkə istəməluhu fəntəbih. Və deyir ki, həmçinin ikiliyin nunu və onun mulhaqlarının, yəni ikiliyin mulhaqlarının nunu bi əksi zəkə, yəni yuxarıda dediklərimizin əksidir. İstəməluhu fəntəbih. Yəni əks olaraq istifadə ediblər. Fəntəbih, agah ol, bil ki. Burada nun mübtədadır. İstəməluh onun xəbəridir. Yəni bu nunu, yəni bunların nununu istifadə ediblər əks olaraq yuxarıdakının. Nə deməkdir o? Yəni tutaq ki, kəsrəyi də ikilikdə, qələməni. Onu da qələmənə deyiblər. Muslimunəni, muslimuni deyiblər. Qələmənini, qələmənə deyiblər. Haqqun nuni cəmi və mə, indi şərhə baxaq, İbn Əqil nədir? Haqqun nuni cəmi və mə ulhiqə bihi əl-fəthu. Haqqu burada mübtəda, fəth xəbərdir. Və qad tuksəru şuzuzən. Cəmin, müzəkkər salimin yəni və mulhaqların nununun haqqı nədir? Fəthədir. Bəzən isə şaz olaraq nədir? Kəsrəliyiblər. İndi şeir gətir burada. Arafnə Cəfərən və bəni əbihi və ənkərnə zəanifə əxarini. Burada əxari nə olmalıydı? Əxarini, burada dəlil hissəsi budur. Deyir, Cəfəri və onun atasının oğlanlarını, yəni qardaşlarını deyir, yəni demək istəyir qardaşlarını tanıyıram. Amma ona qoşulanları isə, yəni əsl nəcabəti bilinməyənləri, zəanif, əsl nəcabəti bilinməyənləri isə, yəni başqalarına tabi olanlarını yəni tanımırıq, inkar edirik, bilmirik kimdir. Zəanif balığın üzgəcinə deyirlər, yəni zərif, yəni o dirsək tərəfinə belə deyək, deyirlər və yəni istifadə edirlər. Əsli nəcabəti bilinməyən, alçaq bir tayfa, yəni bu cür mənası da var. Deməli, dəlil hissəsi nədir? Əxarin. Növbəti şeirdə Əkullə dəhri hillun və irtihalun. Deyir, bütün zaman, yəni ömrün hissələri iqamə və səfər deyilmi? İqamətdir, səfərdir. Yəni, dayanmaq, getmək, səfərdə olmaqdır. Əmə yubqa aleyyə və lə yəqini. Yəni, burada mən inkar məsidir. Yəni, məni saxlamayacaq, yəni, mənə rəhm etməyəcək və məni qorumayacaq, yəni bu zaman. Şair elə bir ki, özün tərifləyir, amma tərifdən qabaq bu cür belə istifadə edir ki, yəni, ömürlər keşməkeşlidir də və
bu ömür məni qorumayacaq və başlayır demək ki, "Və məzə təbtəği əş-şuara'u minni?" Şairlər məndən nə tələb edir, nə istəyirlər? Yəni məni aldatmaq mı istəyirlər? "Və qad cavaztu hadd 40." Artıq 40 yaşını keçmişəm. Yəni məni aldada bilərlər. Bunun mənaların Muhiddin Rəhməhullah verir, bir də Avdahül Məsalikdə də keçir bu şeirin mənaları ki, yəni burada şair nə demək istəyir. Hər bir halda burada dəlil hissəsi nədir? Ərbəini. Yəni ərbəinə olmalıydı. Bu mulhaqdır da. Yəni işirunə, ərbəunə və ərbəinə burada vav iyəyə çevrilib həddə görə, hədd mudafdır, mudaf ileyh budur. Amma nun nədir? Kəsrəlidir. Ümumiyyətlə 40 yaşı qeyd eləmək də, yəni qədimdə ərəblərdə də 40 yaş böyük, yəni təcrübə, sınaq yaşıdır. Yəni artıq kamilli bir yaşıdır ki, hələm-hələm adam aldanmaz, yəni o yaşda. Sonra deyir ki, "Və-leysə kəsruhə lüğətən." Yəni lüğətdə yəni kəsrə yoxdur. Lüğət deyəndə yəni deməsi biri var şaz, biri var lüğət. Lüğət yəni normaldır. Kəsrə yoxdur. Xilafən limən zəamə zəlik. Amma bəziləri lüğətdə olduğunu deyir. Yəni onlara müxalif olaraq deyir ki, lüğətdə yoxdur. Bunu da İbn Əqil Rəhməhullah yəni bu cür yanaşır məsələyə. Sonra gətirir və haqqun nunul musannə və mulhaq bihi el-kəsru və fəthuha lüğə. Amma musannədə yox. Yəni cəmdə o əks ki söhbət var cəm müzəkkər səlimdə. İbn Əqil deyir ki, o lüğətdə yoxdur, yəni şazdır. Amma musannədə hə. Musannə və mulhaq onun mulhaqında nədir? Əslən kəsrəlidir. Hə? Yəni qələməni. Amma fəthuhə lüğətun. Fəthə desən də lüğətdə var. Yəni qələmənə. Qələmənə. Yəni bunu şeyx lüğətdən saydı. Və şeiri gətirir. Alə əhvəzeyni istəqallət aşiyyətən fəmə hiyə illə ləmhətun və təğibu. Bu bir quşdan danışır. Qatatun, yəni ta'la, qatatun, sonu təmərbuta. Belə bir quşdur. Baxdım, belə, bilmirəm, elə kəkliyə də oxşuyurdu, nəsə köçəri quşlardandır. Deyir ki, iki qanadı üzərində, əhvazeyni, yəni iki sürətli qanadı üzərində istəqallət, qalxır yuxarı, aşiyyətən gecə vaxtı, axşam çağı. Fəməhiyyə, yəni bu uçuş, ləmhətun, ləmhət yəni bir an. Yəni bir anda o təğibu, yəni gözdən itir. Yəni bir baxış qədər çəkdi və gözdən itdi. İndi burada bizə lazım olan istansıdır. Əhvazeynə. Əhvazeyni olmalıydı. İki qanad. Qələmeynə. Elə bir ki deyib də sanki. Qələmeyni olmalıydı. Qələmeynə. Və bunu İbn Əqil Rəhməhullah lüğətdən sayır. Və aşağıda sizdə də qeyddə verib o quşun adını. Və orada mənasını da deyir. Və zahiru kəlam musannif Rəhməhullah Teala enne fetha nuni fi tesniyeti ke kesri nuni cemi fi qille ve leyse kezalik. Musannifin sözündən görünür ki zahirən, yəni İbn Məlikin sözündən təsniyədəki nunun fəthəsi, yəni qaləmə nə, kəsri nun cəm. Sanki elə cəm müzəkkər səlimin kəsrəsi kimidir. Fi qillə, amma qillə, yəni nadir hallarda. Və leysə kəzək deyir ki, belə deyil. Bəl kəsruhə fi cəm şazun. Yox. Yəni sanki İbn Məlikdir ki, hər ikisində lüğədir. Amma bu da deyir ki, yox. Kəsrə məsələsi, yəni muslimunə, muslimuni demək cəmdə şazdır, yəni lüğə deyil. Və fəthuhə fi təsniyə. Amma qələməni yox, qələmənə demək lüğətdir. Kəmə qaddəmnəhu. Necə ki, deyir, qabaqda dedik. Sonra və həl yaxtasul fəth bil yəy əv yəkunu fiyhə və fil əlif.
İndi deyir bu fəthə söhbəti ki var. Bu xas yə olanda olur. Yəni muslimi nə və ya musliminə deyəndə yəni məsələn qələmeynə yəni bu nasba cərə düşəndə olur. Yoxsa raf əlif yəni raf halına da aiddir. Qovləni və zahir kəlam musannif thani. Burada deyir yəni iki rəy var. Amma musannifin sözün zahirində görünür ki, yəni həm rafda, həm nasba aiddir. Sonra gətirir İbn Aqil Rəhmullah və min fəthi mə əlif qovlu şair. Yəni əlif olan yerdə fəthə məsələsi, yəni belə deyək də adlı halda şairin deməsi A'rifu minhə el-ceydə və aynənə və mənxirayni əşbəhə zabiyənə. Deməli, burada aynən bu əslində nunun son əlifi, əlif mutlaqdır bu, yəni şeirə görə qoyulub. Yəni əslində aynənidir. Və bunu da aynənə, əlifdən bilirik ki, bu fəthə kimi, yəni qaləmənə. Sonra və mənxirayni. Mənxirayni bu heç, yəni aydındır. Yəni qaləmeyni sanki. Sonra zabiyənəni gətirir. Yəni zabiyənə, bu da yəni dəlil hissəsidir. Mənası da deyir ki, deyir onun söhbət yaşlı qadından gedir, qoca qadındır və elədiyi günahları yaxşı hesab eləyir. Yəni belə bir yəni şər bir insandır, ondan danışır. Deyir, tanıdım onu, ondan nəyi? Boynunu və gözünü və mənxireyn, yəni burnunun dəliyi oxşuyurdu Zabiyənəyə. Bu, yəni bir kişi adıdır. Deyir, yəni onu oxşuyurdu. Bəziləri deyirlər ki, Zabiyən burada o nədir, o Ceyrancuyur o da mənə deyirlər ki, o səhər odur ki, onlarda nədir, bu məşhurdur belə kişini adlandırıblar. Hər bir halda nədir, qadın ona oxşadır. Deməli, Zabiyənə, bir də Aynənə dəlil hissəsidir. Və qad qilə innəhu məsnun. Və nəhvçilər deyirlər ki, bu şeir süni şeirdir. Yəni, adi düzəldilmiş şeirdir. Fələ yuhdəcu bihi. Bununla dəlil gətirilməz. Amma ixtilafdır ki, deyirlər ki, yox, bunun müəllifi var bu şeirin. Çünki irad tutanlar deyirlər ki, burada həm iki lüğəti bir beytdə şair cəmləşdirmir. Həm aynənə desin, həm mənxiraynə desin. Yəni aynənə deyibsə, mənxiraynə deməli idi. Yəni onu da bu cür deməli idi. Hər bir halda nə ixtilaf var, nəysə şeir gətirib ki, yəni bu cür olur. Növbəti fəsil İ'rab cəm müənnəs səlim və mə ulhiqa bihi. Yəni cəm müənnəs səlimin və mulhaqlarının i'rabı. 41-ci beytdə və mə bittəyi və əlfin qad cümiə yuksəru fil cərri və fil nasbi mə'ə. Yəni mə burada əlləzidir, mübtədadır. Yuksər onun nədir? Xəbəridir. Və şeirin mənası deməli şeirin elə bil ki cümlə belədir ki, əlləzi yucma'u bittəyi vəl əlifi yuksəru fil cərri və fil nasbi mə'ə. Yəni nə ki əliftə ilə cəm olunur, o yəni yuksəru kəsrəli olacaq. Cərdə də, nasbda da, məən, yəni ikisi bir yerdə. Burada bir şey diqqət edək. İbn Hüseymin Rahmanullah deyir ki, İbn Məlik ifadəsinə çox diqqətlə yanaşıb. Demir cəm müənnəs səlim. Cəm müənnəs səlimi konkret olaraq nəzərdə tutulmur. Ümumiyyətlə, əliftə ilə cəm olunanlar, o şeylər ki, əliftə ilə cəmdədir, amma zəid olanda əliftə zəid ilə. Zəid sözünü hardan götürürük? Burada bi səbəbiyyədir, müsahibə deyil.
Yəni əlifdə səbəbi ilə cəmə düşənlər. Onlar cərdə və nasbda hər ikisi nədir? Kəsrəli olurlar. Əgər musahhab olsaydı, yəni əlif tə ilə nə deməkdir? Bir var sən deyirsən ki, iştaraytuhu onu aldım bil xubzi. Orada bir səbəbi etsə, yəni çörək səbəbi ilə onu aldım. Çörəyi verdin, nəysə götürdün. Bir daha ki, musahab edirsən, çörəklə aldım. Çörəklə bir yerdə aldım. Ona görə burada gətirirlər ki, bir səbəbiyyə deməklə, yəni deməkdir ki, əlifdə zəy, əlavə olunmuş əliflərdən söhbət gedir. Yəni sonuna əlifdə artılmış muslimətun. Və niyə burada İbn Hüseyin Rəhmullah deyir ki, yəni sırf cəmmə ilə səlimi nəzərdə tutulmur. Misal üçün, rək'atun. Rək'atun. Onun cəmi rək'atun. Rək'atun. Zahirən cəm müənnəs səlim oxşuyur. Amma o deyil. Sınıq cəmdir. Niyə sındı? Çünki kəf hərfinin hərəkəsi dəyişdi. Yəni mufradda rək'atun idi, cəmdə rək'atun nədir? Dəyişdi. Onun yəni kəfin hərəkəsi. Və ona görə burada nədir? İstənilən əlifdə zəydə ilə cəmə düşənlər nasbda cərdə, yəni kəsrəli olur. Və gətirir İbn Aqil Rəhmullah, "Ləmmə fərəğə min kələmi aləl-ləzi tənubu fihi el-huruf anil hərəkət." Yəni müəllif bu hərəkələrin hərfi hərəkələrin əvəz edilməsini bitirdikdən sonra, yəni vav damməni, əlif deyək ki, fəthəni, yə bəzən fəthəni, bəzən kəsrəni əvəz edilmə məsələsini bitirdikdən sonra şər'a fi zikri mə nəbət fihi hərəkatun ən hərəkə. Başladı nəyə? Hərəkəni hərəkə əvəz etməsi məsələsinə başladı. Çünki yəni hərəkəni əvəz edir. Yəni burada fəthə, kəsrə fəthəni əvəz edəcək. Və huvə qismən, o da iki növdür. Əhəduhumə cəm müənnəs səlim nəhvə muslimətin və qayyədnə bisəlim ehtiracən ən cəm təksir. Amma İbn Aqil görürsünüz ki, yəni İbn Hüseyin Rəhmullahın dediyi ilə yəni düz düşmür. Düzdür, İbn Aqil yəni tam qədimi alimdir. Sadəcə mən də cümləni düz qoymadım. İbn Hüseyin Rəhmullah belə deyir də, İbn Aqilin dediyi nəqs deyib. Və deyir ki, cəm təksir buradan ehtiraz oldu, yəni istisna oldu. Amma onu da dedim ki, İbn Hüseyin Rəhmullah dəlili yəni düzdür, yəni o rəqət misalını gətirməklə. Və huvə mələn yəslən fihi əl-binəu vahid. Və o elə bir, yəni nədir cəm təksir? Cəm təksirdir odur ki, kökündə dəyişiklik baş verir. Yəni kökü salamat qalmır. Nəhvə hunudun, hindun hunudun. İndi bu misala görə düz deyir. Yəni bu cür cəmi təksirlər aradan götürülür. Amma o cəmi təksir ki, dediyimiz kimi rəxayətin sonu əliflə bitir və sonunda onu eləyir. Və əşarə iləyhi musannif rahmehullah təala bi qavlihi və ma bitaya və elfin qad cumi'a. İndi deyir musannif rahmehullah bu sözü ilə işarə eləyir. Yəni ey cumi'a bil elif və ta'i məzidəteyni. Yəni sonuna əlifdə artırılmış olsun. Yəni kökündə əlifdə olanlardan söhbət gedir. Fəxarəcə nəhvə qudat. Yəni bununla qudat misalındakı bu kəlmə qadi qudat. Yəni çıxır. Niyə? Fə innə əlfəhu qeyru zəidə. Onun əlfi sözün kökündəndir. Bəlhiyə munqalibətin an aslin. Əsildən munqalib olandır. Yəni çevrilib. Onun da əsli nə idi? Və huvə əl-yə. Yə əlfə çevrilib. Bu da sarf elminə aiddir. Lənnə əsluhu qudayatun. Əsli qudayatdır. Və nəhvu və həmçinin əbiyyət kimi. Əbiyyət sonu əliflərlə sanki cəm müənnəs səlim oxşur. Fə innə təəhu əsliyyə. Onun da t'sı, təsi nədir? Əslidir. Sözün kökündəndir. Vəl murad minhu və minhu yəni min cəmi yəni.
cəmdə deyir, qəsd olunan mə kənət əlif-tə səbəbən fi dəlaləti alə cəmh. Yəni o əlif-tədir ki, həmin ləfzin cəm olmasına və dəlil olmasına səbəbdir. Yəni cəmliyinə dəlil olmasına səbəbdir. Yəni o əlif-tədən söhbət gedir. Nəhvə hindət necə ki hindət kimi. Fə uxturzə bizəlik ən-nəhvi qudatin və əbiyyətin. Və beləliklə uxturzə yəni istisna olundu bununla qudat və əbiyyət. Fə innə kullə vahidin minhumə, çünki onların hər birində nə var? Cəmun multəbisun bi əlif-tə. Yəni əlif-tə ilə qarışmış, yəni zahirdə onlara bənzəyən bir nədir? Cəmdir. Yəni onların hər biri belə bir cəmdir. Əlif-tə qoşulmuş cəmdir, yəni zahirən oxşuyur. Və leysə mimmə nəhnu fihi. Bu da bizim müzakirə etdiyimiz deyil. Yəni müzakirə etdiyimiz növdən deyil. Lənnə dəlalətə kullu vahidin minhumə alə cəm leysə bi əlif və tə və innəmə huvə bis siğə. Onun yəni hansı ki ola cəmə dəlalət edir, hansı ki cəmdirlər onlar, hamısı əlif-tə ilə cəm deyil. Əlif-təyin sayəsində deyil. Sadəcə olaraq siğəyə görədir. Yəni sözün qrammatik quruluşundakı o formasından qaynaqlanır. Yəni əlif-tə səbəb deyil. Fəintəfəə bihəzə təqrir əl-i'tiradu alə musannif bimisli qudat. Beləliklə bu izahla, bu qudat misalını çəkməklə, bu izahla müəllifə edilən irad aradan qalxmış olur. Və ulimə ənəhu lə həcətə ilə ən yəqul bi əlfi və təi məzidəteyni. Yəni artıq bilinir ki, ehtiyac qalmır onun deməsinə ki, o əlif-tə ki, artırılmış əlif-tə. Artırılmış əlif-tə ilə. Yəni irad tutublar ki, niyə məzidətən sözünü deməyib. Fəl-bəu fi qovlihi və yəni ki, beləliklə o bittə sözündəki bu bə mütəalliqətun bi qovlihi cümiə. Cümiə sözü ilə mütəalliqdir, yəni ona bağlıdır. Yəni demək istəyir səbəbiyyədir. Və hukmu həzəl cəm ən yurtəfəə bi dammə və yunsəbə və yücərrə bil kəsrə. Deməli, bu cəmin hökmü, yəni irabda olan hökmü nədir? Dammə ilə raf olunur, nasbda və cərdə isə kəsrə ilə olunur, yəni kəsrə ilə bililir. Nəhvə cəəni hindətun, yanıma hindlər gəldi. Yəni Hindistanlılar yox, qadın adıdır. Yəni deyək ki, Fatimələr. Və rəaytu hindətin və mərartu bi hindətin. Rəaytu hindətin, baxın hindətin mənsubun. Aləmətü nasbihi kəsrəti zahirəti niyabətin anil fəthə. Və nəbət fihi əl-kəsrəti anil fəthə. Biz deyən dedim. Və zəamə bə'duhum ənəhu məbniyun fi halətin nasb və huvə fəsid izlə mucibə li binaihi. Bəzilər deyiblər ki, ümumiyyətlə o elə iddia ediblər ki, məbnidir nasb üzərində. Hindətin, yəni məbnidir nasb üzərində. Və huvə fəsidin, bu da deyir, yəni fasid sözdür və məbni olmasına bir səbəb yoxdur. İzlə mucibə bir səbəb yoxdur nəyinə? Libinəihi, məbni olmasına bir səbəb yoxdur. Məbnilərin səbəbləri vardır, niyə məbnidir? Yəni o illələr burada yoxdur. Sonra İbn Məlik Rəhməllah 42-ci beytində deyir ki, Kəzə ulətu vəlləzi, ulətini deyə yaxşı, ulət burada mübtədadır, kəzə xəbərdir. Ulət sözü də, yəni sahiblik bildirir, yəni zəvat. Ulət sözü də, yəni bu mulhaq da o deyim. Bu cəm müənnəs səlim deyil. Çünki bunun təki yoxdur. Yəni bu mulhaq
olan cəm müənnəs səlimi mulhaq olan söz də kəzə o cürdür. Yəni yuxarıda dediyimiz kimidir. Yəni hallarda o cür olacaq. Vəllazi, yəni bu vav istinafiyədir, yeni bir cümlə gəlir. Əlləzi ismən qad cu'ilə kəəzri'atin fihi zə aydan qubil. Qubil, yəni qubilə yəni. Yəni yuqbalu. Zə burada həzədir. Və deyir ki, əlləzi burada mübtədadır, birinci mübtəda. Bu birinci mübtədadır, əlləzi. Və həzə, bu zə aydan yoxdur, zə burada ikinci mübtədadır. İkinci neysə, bunu mən yaza bilmirəm, düzgün yazın. Qubilə ikinci mübtədanın xəbəridir. Və birinci mübtəda ilə ikinci mübtəda bir yerdə, hər ikisi bir yerdə xəbərdir nəyin? Əlləzinin, birincinin. Yəni demək istəyir ki, nəsə çox qarışdı. Demək istəyir ki, vəllazi qad cu'ilə ismən, o şey ki, ismən burada yəni aləmən. Ad kimi istifadə olunub. Həzəl i'rab qubilə fihi. Bu i'rab, yəni bayaq dediyimiz i'rablar ki, yəni yəni dammə, kəsrə. Bu i'rab fihi, bu cəmdə həmçinin yuqbəlu qəbul olunur. Necə ki, misal gətir ki, əzri'at. Əzri'at da ki, Suriyada bir bölgə adıdır. Yəni, tutaq ki, biri uşağın adını qoyub Bərəkət. Əbul-Bərəkət var da, kimdir o? İbn Teymiyyə Rəhməhullahın nədir? Babası. Deyəsən Məciduddin olmalıdır İbn Teymiyyə, Əbul-Bərəkət. Kitabı var, unutmuşam kitabın adı. Şərhi Nəvl Əvtərdir. Şövkən Rəhməllah o kitabı şərh eləyib. Adını qoyub Nəvl Əvtər. 4000-dən çox hədis var. Fiqh üslubunda hədisi yığıb. Əbul-Bərəkət künyəsi. Tutaq ki, Bərəkət qoyub, əlif tənlə bitir və onu irab eləyəndə, yəni tutaq ki, cümlədə istifadə olunanda cəm müənnəs səlim kimi yəni istifadə olunacaq. Necə ki, əzriəti də misal gətirir. Əşarə bi qavlihi kəzə ulətu, yəni ulət sözü ilə işarə elədi. İlə ənə ulət təcri məcrə cəm müənnəs səlim. Yəni bu söz cəm müənnəs səlim kimi nədir? İstifadə olunacaq. Yəni onun da əməliyyatı bu cür baş verəcək. Fi ənəhə tunsabu bil kəsrə və kəsrə ilə nasbı bilinəcək. Və leysət bi cəm müənnəs səlim. Hansı ki, burada görünür ki, hal babıdır. Cəm müənnəs səlim olmadığı halda. Bəl hiyə mulhaqatun. Və o mulhaqdır. Və yaxud da bunu istinafiyyə kimi götürə bilər və beləliklə o cəm müənnəs səlim deyil. Nəysə, və zəlikə ləənnəhə lə mufradə ləhə min ləfsiyyə. Bəs niyə o mulhaqdan sayılıb? Səbəb nədir? Çünki onun deyir, mufradı yoxdur. Təki yoxdur. Thumma əşarə bi qavlihi vəlləzi ismən qad cu'ilə. Yəni o şey ki, aləmən artıq olub, aləm kimi istifadə olunub. Nəyə işarə elədi? İllə ənnə mə summiyə bihi min həzəl cəm və mulhaqı bihi. Nəhvə əzri'at. Yəni o şeyə ki, onunla summiyə bihi, yəni müsəmmə olub, adlanıb. Yəni o şeylə adlanıb, bu cəm ilə, ya da ki, mulhaq ilə. Tutaq ki, bir uşağın adını cəm müənnəs səlimlə qoyub və yaxud da ki, mulhaqla qoyub. Onda deyir, artıq nədir? Onda yox, artıq yox. Yəni, fikrimi yayındırdım. Keç o yana. Bu adla, yəni cəm müənnəs səlimlə, mulhaqla adlandırılıb kimisə, misal üçün əzraət kimi, indi burada yer adıdır, adam adı deyil. Yunsabu bil kəsrə kəmə kənə qabilə təsmiyyəti bihi. Və o nasb olunacaq kəsrə ilə. Necə ki, heç ad qoyulmamışdan da əvvəl o cür idi. Yəni, nəyəsə, kiməsə ad qoyulmamışdan da qabaq elə nasbı kəsrə ilə bilinirdi. Və lə yuhsafu minhu tənvin. Tənvini düşürülmür. Yəni, əzriətin nə üçün deyir? Çünki
artıq ad kimi istifadə olanda məmnun məsarf olur axı. Misal üçün Aişətun ad kimi qoyanda olur Aişətu. Yəni deyir ki, düşürdülmür. Həzihi əzriatun və rəaytu əzriatin mərartu bi əzriatin. Bunun kimi. Həzə huvə məzhəbu sahih. Gördünüz ki, ixtilafdır. Deyir ki, bu da səhih məzhəbə görə. Ki, yəni ixtilafdır nəyi? Tənvinin düşməsi. Və fihi məzhəbəni əxaran və digər məzhəblər var. Əhəduhumə ənəhu yurfa'u bid-damma və yunsabu və yucaru bil-kəsrə. Və yuzalu minhu tənvin. Deməli, yuxarıdakı kimidir. Rafda dammə, nasb və cər kəsrəli, amma tənvinsiz olur. Misal üçün, nəhvə. Həzihi əzriatu və raytu əzriati və mərartu bi əzriati kimi. Və thani ənəhu yurfa'u bid-dammə. İkinci rəy odur ki, bu nə fərqlidir? Yurfa'u bid-dammə. Yaxşı. Və yunsabu və yucaru bil-fəthə. Maraqlıdır. Və yuxtafu minhu tənvin. Həmçində tənvin də getdi bunlar. Nəhvə. Həzihi əzriatu və raytu əzriatə və mərartu bi əzriatə kimi oxunur. Və yurva qovluhu tavil, şair belə bir söz işlədib. Nəvvartuha min əzriati min əzriatə. Burada fəthə də qoya bilərsiniz, kəsrə də. Və əhlühə bi yəsribə ədnə dərihə nazarun aliyun. Yaxşı dedi, amma görə nədir? Deyir ki, nəvvartuha. Nəvvara, yəni nazartuha, yəni uzaqdan baxmağa deyirlər, nəvvara. Nəvvara niyə uzaqdan baxmağa deyirlər? Oda baxmaq deməkdir. Yəni oda baxanda uzaqdan baxsan, yandırmasın da. Deyir, çox uzaqdan baxdım, yəni Əzriat bölgəsindən, yəni Şam tərəfin Əzriat bölgəsindən baxdım. Və burada hal vavıdır. Və əhlühə bi yəsribə. Onun ailəsi Yəsribdə olduğu halda. Bu yenə istədiyi qızdan danışır. Ədnə dərihə nazarun aliyun. Onun deyir, ən yaxın evi hündür bir yerdən baxmaqla görünür. Yəni bu orada gətirir ki, yəni bu həsrətində qalıb, nəysə o qadınla evlənə bilməyib. Heç nə olmaz, kişinin başına işlər. Sonra bi kəsrətə munavvətən kəl məzhəbil avval. Yəni birinci məzhəbə görə həmin sən onu tənvinlə deyə bilərsən. Və bi kəsrihə bilə tənvin kəl məzhəbi thani. Tənvinsiz kəsrə ilə ikinci məzhəbə görə. Və bi fəthə bilə tənvin kəl məzhəbi thalith. Bir də ki, fəthə ilə tənvinsiz üçüncü məzhəbə görə deyə bilərsən. Burada indi sıxımdadır. İzə kənə cəmmənə səlim ismən kəzriət fəfihi thələthə məzahib. Birinci. İndi mən deyirəm, sonra sıxım varsa və ya da sıxım çəksəz, yazarsın misalını. Birinci, yunsabı kəsrə və lə yunsabı, nəysə oxumuram, uzun çəkir. Yəni, innə əzriatin. Birinci budur. Yəni, innə əzriatin. Sonra gəlir, ikincisi, yurfa'u bidammə və yunsabu cər. Yəni, əzriatu, innə əzriati min əzriati. Yəni, dammə, kəsrə. Üçüncüdə isə yurfa'u bidammə və yunsabu cər. Yəni, əzriatu, innə əzriatə, yəni fəthə ilə, fi əzriatə, yenə də fəthə ilə. Bu xət qoyaq ki, bu kəsrəlidir. Subhanək Allahum bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.